Salam, 5-ci sinif Azərbaycan tarixindən 13-cü dərsimizə keçirək. Dərs 13. Şeyx necə şah oldu? Cənubi Azərbaycanın Ərdəbil şəhərində hələ 13-cü yüzillikdə dini təşkilat yaranmışdı. Onun banisi Şeyx Səfiyyəddin idi. Sonralar dövlət qurularkən sülalə üzvləri onun adı ilə Səfəvilər adlandırılacaqdı. Təşkilatın başçıları şeyx adlanırdı. Şeyx, ağsaqqal, dini başçı deməkdir. Bu vəzifə irsən ötürülürdü. Şeyxlər öz tərəfdarları və ölkə əhalisi arasında böyük nüfuz sahibi idi. Bir zamanlar yalnız dini təbliğatla məşğul olan Ərdəbil hakimləri tədricən hakimiyyət uğrunda da mübarizəyə qoşuldular. 15-ci yüzillikdə Azərbaycanda mövcud olan dövlətlər Ərdəbil hakimlərini özləri üçün böyük təhlükə hesab edirdi. Ayrı-ayrı vaxtlarda hakimiyyətə can atan şeyxlər bu dövlətlərin əlbir fəaliyyətləri nəticəsində bir-birinin ardınca aradan götürülürdü. Azərbaycan Səfəvi dövlətinin banisi Şah 1-ci İsmail bu təşkilatın ən parlaq simalarından olmuşdur. Bilirsinizmi, İsmailin atası Ərdəbil hakimi Şeyx Heydər, anası isə Həsən Padşah Bayandurun qızı Aləmşah bəyim idi. Şeyx Heydərin vaxtında onun ardıcılları 12 imamın şərəfinə başlarına 12 qırmızı zolaqlı çalma qoyduqlarından qızılbaş adlandırılırdı. Şeyx Heydərin güclənməsi və şöhrətinin artması düşmənlərini qorxuya salırdı. Şirvanşahlar və Ağqoyunluların birləşmiş dəstələri ilə döyüşdə Şeyx Heydər həlak olur. Bir qədər sonra İsmailin böyük qardaşı da eyni aqibəti yaşayır. Lakin o ölməmişdən əvvəl yerinə qardaşı İsmaili varis təyin edir. Bu zaman İsmailin cəmi 6 yaşı vardı. Ağqoyunlu hökmdarı olan Rüstəm İsmaili özünə təhlükə hesab edirdi. Onu hər yerdə axtarırdılar. İsmailin tərəfdarları isə öz şeyxlərini qorumaq üçün əllərindən gələni edirdilər. Bir müddət Ərdəbildə gizlədilsə də, artıq burada qalmağın mümkün olmadığını başa düşərək, onu təhlükəsiz yerə aparmağı qərara aldılar. İsmail gizlicə Lahicana aparıldı. Lahican, Xəzər dənizinin cənub hissəsində yerləşən ərazi idi. Orada xüsusi qayğı ilə əhatə olunan İsmail yaxşı təhsil aldı. Ona müxtəlif elmlərlə yanaşı, ərəb və fars dilləri öyrədildi. Balaca İsmail həm də türk hərb sənətinin incəliklərinə yiyələnir, mahir döyüşçü kimi yetişirdi. İsmail qısa zamanda öz bacarığı və qabiliyyəti ilə tərəfdarlarını təəccübləndirə bilmişdi. Çox vaxt sözlərini şeirlə çatdıran İsmail özünə xətai təxəllüsü də götürür. Bunu bilmək maraqlıdır. Ağqoyunlu hökmdarı casusları vasitəsilə İsmailin Lahicanda olduğunu öyrənir. Dərhal oraya öz nümayəndələrini göndərir və İsmailin ona verilməsini tələb edir. Həmin vaxt Lahicanı Mirzə Əli adlı şəxs idarə edirdi. Onun Ərdəbil şeyxlərinə xüsusi hörməti vardı. Mirzə Əli bir neçə dəfə Ağqoyunlu hökmdarına İsmailin Lahicanda olmadığını desə də, Rüstəm Padşah ona inanmamışdı. Məsələni belə görən Lahican hakimi İsmaili bir səbətə qoyaraq ağacdan asmış və müqəddəs kitabımız Qurani Kərimə əl basaraq demişdi: "And olsun ki, İsmailin ayaqları mənim torpağımda yerə dəymir." Bu addımı ilə o, Rüstəmin elçilərini inandırmağa nail ola bilmişdi. Şeyx şah olur. Onun uğurları Ağqoyunluları təşvişə salmışdı. Tezliklə İsmailin üzərinə böyük qoşun göndərildi. Bu xəbəri eşidən İsmail tərəfdarlarına müraciət edərək, "Sizə Gülüstan qalası, yoxsa Azərbaycan taxtı lazımdır?" Hamının cavabı eyni oldu: Azərbaycan taxtı. Böyük ruh yüksəkliyi ilə Ağqoyunlular üzərinə atılan qızılbaşlar parlaq qələbə qazandılar. İsmail bu qələbədən sonra Təbrizə daxil oldu və özünü şah elan etdi. Beləliklə, paytaxtı Təbriz olan Azərbaycan Səfəvi dövləti yarandı. 14 yaşlı şeyx artıq şah idi. Şah İsmail Azərbaycan torpaqları ilə kifayətlənmədi. Qısa vaxt ərzində bir sıra şərq ölkələri fəth edildi. Azərbaycan Səfəvi dövləti tərkibində müxtəlif xalqların yaşadığı böyük imperiyaya çevrildi. Güclü dövlət sabitlik və inkişaf deməkdir.
Şah İsmailin vaxtında daxili çəkişmələrə son qoyuldu. Kənd təsərrüfatı, sənətkarlıq və ticarətin sürətli inkişafı başladı. Əhalinin güzəranı yaxşılaşdı. Rəvayətə görə gənc şah dərviş paltarı geyinib cəmaata qarışar, sadə xalqın dərdi səri ilə yaxından maraqlanarmış. O, babası Həsən Padşah Bayandur ilə fəxr edir və ona bənzəyərək sadə xalqın vəziyyətini yüngülləşdirən addımlar atırdı. Eyni zamanda Avropa dövlətləri ilə də iqtisadi və siyasi əlaqələr yaradırdı. Xətai ləqəbi ilə şeirlər yazan Səfəvi şahı fərmanlarını da türk, yəni Azərbaycan dilində verirdi. Onun zamanında Azərbaycan dili dövlət dili səviyyəsinə qalxmışdı. Xarici dövlətlərlə yazışmalarda, sarayda və orduda da hakim dil Azərbaycan dili idi. Şah İsmail elmə, mədəniyyətə xüsusi qayğı göstərmişdir. Onun zamanında Təbriz kitabxanası yeni kitablarla daha da zənginləşdirilmişdi. Bunu bilmək maraqlıdır. Osmanlılarla müharibə ərəfəsində tərəfdarları Şah İsmailə sual vermişlər. Əgər Osmanlı qoşunları Təbrizi tutarsa, ilk növbədə nəyi qoruyaq? Şah, elm və mədəniyyət xadimlərini, şairləri deyə cavab vermişdir. Qardaş savaşı. Səfəvi dövlətinin güclənməsi o dövrün digər türk dövləti Osmanlını narahat edirdi. Bu iki dövlətin qarşı durmasında Avropa dövlətləri də maraqlı idi. Bu dövlətləri Osmanlının Avropadakı fəthləri çox qorxudurdu. Təəssüf ki, bu iki qüdrətli türk-müsəlman dövləti öz aralarındakı məsələləri dinc yolla həll edə bilmədi. Müharibə başladı. Bunu bilmək maraqlıdır. Mənbələrin verdiyi məlumata görə Qızılbaş ordusu döyüşə musiqi sədaları altında gedirmiş. Ön cərgədə aşıqlar sazda döyüş havaları ifa edərək əsgərləri ruhlandırırdı. O dövrkü dünyanın iki ən qüdrətli ordusu 1514-cü ildə Çaldıran düzündə qarşılaşdı. Qanlı savaş sayca üstün olan və odlu silahla silahlanmış Osmanlıların qələbəsi ilə nəticələndi. Qələbəyə baxmayaraq, Osmanlı qoşunları Azərbaycanda möhkəmlənə bilməyib geri çəkildilər. Bu döyüş 13 yaşından döyüşlərdə birbaşa iştirak edən İsmailin ilk və son məğlubiyyəti oldu. Çaldıran savaşı ilə uzun müddət davam edən Səfəvi Osmanlı müharibələrinin əsası qoyuldu. Hələ 100 illər boyunca qardaş qanı axıdılacaqdı. Bunu bilmək maraqlıdır. Şah İsmail həmişə məsləhətləri diqqətlə dinləyir, sonda qərar verirdi. Şah Çaldıran döyüşü ərəfəsində də toplantı çağırmışdı. Toplantıda qoşun başçılarından biri İsmaila Osmanlı qoşunu üzərinə gecə hücum etməyi məsləhət görür. Osmanlı döyüş üsullarına bələd olan bəzi sərkərdələr də bu təklifi bəyənir. Lakin Şah İsmail qəflədən hücum etməyi özünə sığışdırmır və deyir: "Mən yol kəsən hərami deyiləm. Allah nə məsləhət bilirsə, o da olacaqdır." Hərami, karvanlara hücum edən soyğunçudur. Amansız müharibələr hər iki dövləti zəiflətdi. Qazanan isə bu dövlətlərin zəifləməsində maraqlı olan dövlətlər oldu. Şərqin ən qüdrətli dövlətlərindən olan Səfəvilər dövləti öz yerini Nadir Şahın qurduğu digər Qızılbaş dövlətinə, əfşarlara verəcəkdi. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Nə üçün o dövrün hökmdarları Ərdəbil şeyxlərini özləri üçün təhlükə hesab edirdilər? O dövrdə hökmdarlar Ərdəbil şeyxlərini siyasi və sosial təhlükə hesab edirdilər. Çünki onların artan gücü, xüsusilə də Qızılbaş tayfaları üzərindəki nüfuzları dövlətin sabitliyinə və hakimiyyətinə təhdid yaradırdı. Şeyxlərin xalq arasında yüksək nüfuzu, siyasi təsirləri və qeyri-qanuni hərbi birləşmələri bəzi hökmdarlar üçün öz mövqelərini sarsıda biləcək bir qüvvəyə çevrilirdi. İsmailli ərəb və fars dillərinin öyrədilməsi nəyi sübut edir? İsmailli ərəb və fars dillərinin öyrədilməsi onun yüksək səviyyədə təhsil aldığını və gələcəkdə böyük işlərə hazırlandığını sübut edir. Həmin dövrdə ərəb və fars dilləri elm, din və diplomatiya dilləri sayılırdı. Bu dillərin öyrədilməsi
İsmailin dövlət idarəçiliyi, dini və siyasi fəaliyyət üçün bilikli, savadlı və hazırlıqlı bir şəxs kimi yetişdirildiyini göstərir. Bundan əlavə, bu fakt onun elmə, mədəniyyətə və ədəbiyyata maraqlı, eyni zamanda uzaqgörən bir hökmdar olacağını da sübut edir. İsmailin gələcək uğurlarında hansı amillər rol oynamışdır? İsmailin uğurlarında əsas amillər onun hərbi istedadı, güclü dövlətçilik siyasəti, təcrübəli və bacarıqlı sərkərdə olması, həmçinin yaradıcılığı və xalqla mənəvi bağlılığıdır. O, Azərbaycanı birləşdirərək Səfəvi dövlətini yaratmış, xalqının siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Gənc İsmailin hakimiyyətə gəlməsinə hansı amillər kömək etmişdir? Gənc İsmailin hakimiyyətə gəlməsinə xalqın inamı, müridlərin dəstəyi və Ərdəbil şeyxlərinin nüfuzu kömək etmişdir. Dövlətə başçılıq etmək üçün insanda hansı keyfiyyətlər olmalıdır? Dövlət başçısı xalqına ədalətli yanaşmalı, ağıllı qərarlar verməli, cəsarətli, vətənini sevən, uzaqgörən, məsuliyyətli və təşkilatçılığı olmalıdır. Şah İsmailin elm və mədəniyyətə bu qədər diqqət göstərməsinin hansı əhəmiyyəti var? Şah İsmailin elmə və mədəniyyətə diqqət göstərməsi dövlətin möhkəmləndirilməsinə, mədəni irsin qorunmasına, incəsənətin inkişafına və Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir. O, kitabxananın genişləndirilməsi, rəssamlıq və xəttatlıq bacarıqlarının təbliği, həmçinin ədəbi və musiqi fəaliyyətinin dəstəklənməsi ilə mədəniyyətə töhfə vermişdir. Səfəvi-Osmanlı müharibələrindən hansı nəticələrə gəlmək olar? Səfəvi-Osmanlı müharibələrində əsasən belə nəticəyə gəlmək olar. Müharibələr bir çox hallarda tərəflərin hər birinə qazandırdığı qələbələr və itkilərlə xarakterizə olunurdu. Hər iki tərəfin müxtəlif dövrlərdə ərazilər qazanıb, sonra yenidən itirməsi, ərazi bütövlüyünün və sərhədlərin uzun müddət qeyri-sabit olduğu nəticəsinə gəlmək olar. Bu müharibənin qarşısını almaq üçün nə etmək olardı? Səfəvi-Osmanlı müharibələrinin qarşısını almaq üçün hər iki dövlət dini dözümlülük göstərməli, fikir ayrılıqlarını sülh və danışıqlar yolu ilə həll etməli idilər. Əgər dövlətlər ticarət və mədəni əlaqələri gücləndirsə, sərhəd məsələlərini qarşılıqlı razılıqla həll etsəydilər, bu müharibələrin baş verməsinə ehtiyac qalmazdı. Beləliklə, əməkdaşlıq və qarşılıqlı hörmət sayəsində uzun müddətli sülh təmin oluna bilərdi. Səfəvi-Osmanlı münasibətlərini bugünkü Azərbaycan-Türkiyə münasibətləri ilə müqayisə edin. Səfəvi dövründə, yəni Səlim və İsmailin dövründə, Təhmasib və Süleymanın dövründə, Məhəmməd Xudabəndə və 3-cü Muradın dövründə Osmanlılarla müharibələr olmuşdu. Əsl məqsəd də torpaq ələ keçirmək, Şərqi Anadoluda möhkəmlənmək, Azərbaycandan keçən ticarət yoluna sahib olmaq idi. Lakin 2-ci Şah Abbas və oğlu Süleymanın dövründə dəfələrlə Qərb diplomatiyası Səfəviləri Osmanlıya qarşı bir ittifaqda birləşməyə çağırdıqda, Səfəvilər qarşılığında belə bir cavab verdi. Biz ağır gündə din və qan qardaşımıza arxadan zərbə vurmarıq. Bu onu göstərir ki, Səfəvilər bəzi hallarda qardaşlığa və din birliyinə üstünlük vermişlər. Müasir Azərbaycan-Türkiyə münasibətləri isə belədir. Bu iki qardaş ölkə bir-birinə dost və müttəfiqdir. Onlar iqtisadiyyatda, mədəniyyətdə və hərbi sahədə bir-birinə dəstək olurlar.
Bu gün Azərbaycan və Türkiyə bir millət, iki dövlət prinsipi ilə dost və qardaş ölkələrdir. Tarixdə qarşıdurmalar yaşansa da, qardaşlıq hissi daim qorunub saxlanmışdır. Şah İsmayıl haqqında kiçik hekayə hazırlanan bu sizin özünüz edəcəyiniz tapşırıqdır. Səfəvi dövlətinin əsgərləri ilə müasir əsgərlərin geyim, silah və döyüş üsullarını müqayisə edin. Səfəvi dövründə əsgərlər qalın parçadan tikilmiş geyim, zireh və dəbilqə geyinirdilər. Qılınc, nizə, ox, yay kimi silahlardan istifadə edirdilər. Onlar əsasən at üstündə və yaxın məsafədə döyüşürdülər. Müasir əsgərlər isə xüsusi hərbi forma, güllə keçirməz jilet geyinir, avtomatik silahlar, tanklar və pilotsuz uçuş aparatlarından istifadə edirlər. İndi döyüşlər texnologiya və uzaq məsafədən idarə etməklə aparılır. Bəli, bu qədər. 14-cü dərsi öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.